Salamünaleyküm. Bütün möminləri, İmam Rıza aşiqlərini İmam Rıza ağanın hərəmindən salamlayıram. Bura İmam Rıza ağanın giriş qapılarından biridir. Bu giriş qapısının adı Babur Rıza, yəni İmam Rıza qapısıdır. Azərbaycan zəvvarlarının böyük əksəriyyəti Babur Rıza səmtində otellərdə qalırlar və Babur Rıza qapısından hərəmə giriş edirlər və Babur Rıza qapısından da çıxırlar. Bu qapıdan içəri girəndə gördüyümüz ən böyük səhn, yəni ən böyük həyətlərdən biridir. Demək olar ki, ən böyüdür. Bura Səhnə Rəzəvi adlanır. Yəni İmam Rıza səhni, İmam Rıza həyəti. İmam Rıza İslamın qapısından həyətə daxil olanda gördüyümüz bu həyət, bu gözəl həyət Səhnə Rəzəvidir ki, inşallah digər həyətlər haqqında da məlumatlar verərik. Bu il ziyarətin etmişəm qəza, qəribi eşq İmam Rıza. Bu il ziyarətin etmişəm qəza. Arxamda gördüyünüz lövhə İmam Rıza İslamın hərəminə daxil olmaq üçün izn-i duxul duası ilə, yəni daxil olmaq üçün izin duasıdır. Və burada gəlib imama salam verirsən və Allahdan izin istəyirsən imamın hərəminə daxil olmaq üçün. Möminlər, zəvvarlar gələrlər bu qapıda İmam Rıza İslamla üzbəüz durarlar və izn-i duxul duasını oxuyarlar. Qısa bir tərcüməsini demək istəyirəm ki, Ya Rəbbi, özün buyurmusan ki, mənə və Peyğəmbərimə itaət edin. Biz də bu qapıya gəlmişik, sənə və Peyğəmbərimə itaət eləməyimizi bildiririk. Ya Rəbbi, bizim bu ziyarətimi bizdən qəbul elə. Özün buyurmusan ki, mənə yaxınlaşmaq üçün vasitə axtarın. Biz də həmən vasitələrdən birinin qapısına gəlmişik. Qeyd elədiyimiz kimi, bura Səhnə Rəzəvidir. Yəni İmam Rıza İslamın hərəminin ən böyük həyətlərindən biri olan İmam Rıza səhni, İmam Rıza həyəti. Burada hər gün yüzlərlə xalçalar sərilir. Axşam da olanda təzədən xadimlər tərəfindən xalçalar yığışdırılır, yerlərinə qoyulur. Bir çox vaxtlarda zəvvarlar da istəyirlər ki, İmam Rıza İslamın hərəmində xidmət eləsinlər və xalçaların yığılmağında, qatlanmağında, bükülməyində və yerlərinə yığılmağında yardım edirlər. Arxamda gördüyünüz hissədə İmam Rıza İslamın xadimləri İmam Rıza İslamın zəvvarlarına gecə-gündüz istirahət bilmədən çay ehsanı verirlər. Buna görə də dünyanın hər yerindən gələn zəvvarlar İmam Rıza İslamın ehsanından, yəni onun büdcəsinə yığılan vəsaitdən alınan pulla İmam Rıza İslamın öz ehsanını dadırlar və çaydan nuş edirlər. Allah hər birimizə İmam Rıza ehsanını və İmam Rıza İslamın ziyarətini nəsib eləsin. Biz də gedək çayımızı içək inşallah. İmam Rıza İslamın ehsanında iştirak elədik və İmam Rıza İslamın ehsanının ləziz çayını dadırıq inşallah. Hər kəs təsdiqləyə bilər ki, İmam Rıza İranın hər yerində çay var, Azərbaycanda da çay çoxdur. Amma İmam Rıza ehsanı tamam başqa dadır. Allah herkese nəsib eləsin. Arxamızda gördüyünüz bu hissə, bu tikili İmam Rıza İslamın muzeyi adlanır. Arkada yazılıb Muzey Rəzəvi, yəni İmam Rıza İslam'a aid olan muzey. Bu muzeyə daxil olan zəvvarlar içəridə İmam Rıza İslamın hərəminin zərihi var. O zərihlər 1800-cü ilə qədər, 1990-cı ilə qədər, 93-cü ilə qədər köhnələn zərihlər və İmam Rıza İslamın hərəminə aid olan bir çox əşyalar, xalçalar istifadədən çıxdıqca, həmçinin hərəmin daxilində olan qapılar köhnəldikcə o yeniləri ilə əvəz olunur və köhnə qapılar yerləşdirilir İmam Rıza İslamın hərəminin muzeyinə. Həmçinin qəbrin zərihi və digər əşyalar, pəncərələr, qapılar köhnəldikcə İmam Rıza İslamın hərəminin muzeyinə yerləşdirilir və zəvvarlar gəlib köhnə, belə deyək, hərəmin aksesuarlarını və hissələrini gözlərlə görə bilərlər. تو زندگی توی عشق بچگی همه میدونن امام رضایی بودم از قدیم
Bayaq qeyd elədiyim kimi, İmam Rza əleyhissalamın hərəmi 4 formada olmağına baxmayaraq, səhnlərdən, yəni ayrı-ayrı həyətlərdən ibarətdir. Hər bir həyət səhnə adlanır, hər səhnində öz adı var. Daxil olduğumuz əsas qapıdan giriş, Babur Rzadan ki daxil olduq, o səhnənin adı bayaq qeyd elədiyim kimi Səhnə Rəzəvi idi. Başqa səhnələrdən biri də bu arxada gördüyümüz səhnədir ki, adı Səhni Azadidir. Səhni Azadi həmən səhnədir ki, həmən həyətdir ki, İmam Rza əleyhissalamın hərəminə əsas giriş qapısı, o qızıl qapı ki deyirlər, daxil olursan, əsas giriş qapısı buradadır və İmam Rza əleyhissalamın aşağıda olan əsas qəbrinə də düşmək üçün qapı Səhni Azadi yerləşir. İnşallah girək, Səhni Azadi haqqında da tanış olaq. Səhni Azadda yerləşən böyük qapı, daha doğrusu qızıldan hazırlanmış böyük qapı birbaşa girir İmam Rza əleyhissalamın hərəminə. Əsas qapı adlanır və bu qapının girişi xanımlara aiddir. Yəni, bu qapıdan xanımlar daxil olurlar və daxil olan kimi düz gedirlər İmam Rza əleyhissalamın hərəminə. Bu Səhni Azadinin giriş qapısıdır, belə deyək, hərəmə. Burada bir qapı var ki, bura hal-hazırda axşam olduğuna görə bağlıdır və inşallah sizə məlumat veriləcək bu haqda. Bu qapıdan daxil olurlar, pilləkənlə düşürlər, üzü hərəmə tərəf 2 mərtəbə düşürlər və İmam Rza əleyhissalamın aşağıda olan əsas qəbrinə ən yaxın məntəqəyə çatırlar. Allah hər birimizə nəsib eləsin. Dəstəmaz əslində müstəhəb əməl olsa da, hər bir namaz qılan üçün dəstəmaz almağı vacibdir. Çünki bunu bizə Allah Təbarək və Teala Maidə surəsinin 6-cı ayəsində açıqlayır ki, ey iman gətirənlər, namaza qalxdığınız zaman dəstəmaz alın. Dəstəmazda çoxları israf edirlər. Çoxları dəstəmazda israfa yol verirlər və çox sudan istifadə edirlər. Mən istəyirəm ki, İmam Rza əleyhissalamın hərəminə gəlmişkən bir balaca istəkanla dəstəmaz alaq. Görək bu istəkanla dəstəmaz alıb suyu çatdıra bilirik, yoxsa yox. Ya Allah, bismillah. Qəribi eşq İmam Rza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rza, bu il ziyarətin etmişəm qəza. Qəribi eşq İmam Rza, bu il ziyarətin etmişəm qəza. Göyfüqlər nicat tapar, hərəmindən çaylar axar, sular keçər, qədəmindən. Gördüyümüz kimi dəstəmazın vacib hissəsini aldıq, müstəhəbdən uzaq. Vacib bir dəfə yumaq da ona əməl elədik. Hətta suyumuzun yarıdan çoxu da qaldı. Bu da İmam Rza əleyhissalamın qulağındandır deyə içirik. Allah'a salamı olsun İmam Hüseynə və lənəti olsun o qatillərinə. Bismillah. İmam Rza əleyhissalamın həyəti səhnələrdən ibarətdir dediyimiz kimi bir çox məşhur səhnələr, həyətlər var ki, onlardan biri də Səhnə İnqilab İslami, yəni İnqilab adlanan həyətdir ki, bu həyətin də özünə məxsus özəllikləri var. İnşallah səhnə daxil olaq, buranın özəlliklərindən danışaq. Hal-hazırda İnqilab səhnində, yəni İnqilab həyətindəyik. İmam Rza əleyhissalamın hərəmində olan İnqilab adlanan həyətdəyik. Bu həyətin özəlliklərindən ən birincisi odur ki, arxamda gördüyümüz İmam Rza əleyhissalamın günbəzi tam olaraq bütöv yalnız və yalnız buradan görsənir. Yəni, İmam Rza əleyhissalamın hərəmində istər Səhni Qədirə get, Qədir həyətinə, istər Rəzəviyə, istər Azadiyə, hansı həyətə gedirsən get, İmam Rza əleyhissalamın günbəzini ya görməyəcəksən, ya da yarısın, ya sağ tərəfini, ya sol tərəfini görəcəksən. Əgər zəvvar istəyirsə ki, İmam Rza əleyhissalamın hərəminin günbəzini tam bütöv formada, kamil şəkildə görsün, mütləq və mütləq bu həyətə daxil olmalıdır. Səhni İnqilaba, yəni İnqilab həyətə daxil olmalıdır ki, burada İmam Rza əleyhissalamın hərəminin günbəzini bütöv formada görsün. Bir özəllikdir və gördüyümüz pəncərə də şəfa pəncərəsidir və o pəncərədən baxan zəvvar birbaşa İmam Rza əleyhissalamın hərəmini görür. O şəfa pəncərəsi adlanan pəncərədə saysız hesabsız xəstə Allahın izni ilə şəfa tapıb. Ona görə də həmən pəncərədə Allahdan İmam Rza vəfatı şəfa istəyirlər və şəfa tapırlar. Allah cəmi xəstələrə şəfa versin. Səhni İnqilabda, İnqilab həyətində yerləşən digər məqam da zəvvarların daha çox gəlib getdiyi İmam Rza quyusudur. Bura həm İmam Rza quyusu, həm də şəfa bulağı adlanır. Xəstə zəvvarlar, xəstəlik olan zəvvarlar
İmam Mirzanın şəfa bulağından xəstəliklə şəfa tapmaq məqsədi ilə içirlər. Allah təbarək və təala bütün xəstələrə, onda məsumə xatir, Peyğəmbər və əhl-i beytinə xatir, İmam Mirza əleyhissalama xatir və öz Şafi isminə xatir Allah cəmi xəstələrə şəfa versin. Arxamda gördüyünüz qapı Səhnə İnqilabda yerləşir və Səhnə İnqilabda deyərdim ki, ən önəmli məqamlardan biridir. Bu İslamın ən böyük alimlərdən biri olan Əllamə Hürr Amilinin qəbridir. Bu qapıdan içəri daxil olanda Əllamə Hürr Amilinin qəbri orada yerləşir. Əllamə Hürr Amili Vəsail-i Şiyə kitabının müəllifidir. Bu kitab Şiyə məzhəbinin ən etibarlı hədis kitablarından biri sayılır. Müəllif burada 36 mindən çox hədisi cəmləyib və Şiyə məzhəbinin etimad etdiyi, istinad etdiyi kitablardan biridir ki, gördüyünüz bu dəyərli alim, bu böyük alimin qəbri də İmam Mirza əleyhissalamın hərəmində və Səhl-i İnqilabda yerləşir. Gələn zəvvarlar mütləq və mütləq gündüz vaxtı əgər qapı açıqdırsa, Əllamə Hürr Amilini də ziyarət eləsinlər. Səhnə İnqilabdan çıxan kimi hərəmin bir güşəsində bir bağ salıblar. Adı da Rizvan bağıdır. Bağı Rizvan. Bu bağda insanlar gəlirlər, əyləşirlər. Həmçinin burada da İmam Mirza əleyhissalamın ehsan çayları verilir və gündə yüzlərlə, minlərlə zəvvar gəlirlər bu bağda. Həm gəzirlər, həm istirahət edirlər, həm də İmam Mirza əleyhissalamın ehsanından nuş edirlər. Düz hərəmin həyətindən çıxan kimi bu bağ keçək. Burada da inşallah İmam Mirza əleyhissalamın ehsanının çayından içək. Rizvan bağında zəvvarlara həm Neskafe, südlü, belə deyək, həm də çay təklif olunur. Rizvan cənnətin adlarından biridir, cənnət Rizvan deyərlər. Allah təbarək və təala bizə yer üzərinin cənnətini İmam Mirza əleyhissalamın hərəmini nəsib elədiyi kimi cənnətini nəsib eləsin və bizi cəhənnəm əzabından hifz eləsin inşallah. Allah İmam Mirza əleyhissalamın bütün zəvvarlarının ziyarətlərini qəbul eləsin. قدم قدم داره دلم میزنه فریاد با چشم گریون جلوی پنجره فوت Hərəmə daxil olarkən ayaqqabıları təhvil versən və belə bir nömrə alırsan, bunun üstünlüyü ondan ibarətdir ki, hərəm ərazisi çox böyükdür. Ola bilər ki, hərəmdə azarsan, başqa qapıdan çıxarsan. Amma bunun olmağı üstünlüyü odur ki, səni yönləndirirlər ki, sənin ayaqqabı nömrən bu qapıdadır. Yönləndirirlər birbaşa. Bu səhnə və ayaqqabı alırsan, daxil olduğun qapıdan da çıxırsın. آبروی پنجره فولاد کربلا چشمم به حرم افت İmam Mirza əleyhissalamın hərəminə daxil olduq. İmam Mirza əleyhissalamın məşhur ləqəblərindən biri Raufdur. Yəni İmam-ı Rauf, Mehriban İmam. İllərdir zəvvar gətirdik. Təxminən 10 ildən yuxarıdır ki, İmam Mirza əleyhissalamın hərəminə Azərbaycanın hər bölgəsindən zəvvar gətirmişik. Zəvvarların sözüdür. Hər biri deyir ki, İranın bir çox yerində və ya İraqda darıxarıq, amma İmam Mirza əleyhissalamın hərəminə daxil olandan sonra heç vaxt darıxmaq hissi bizdə olmur. Elə bir ki, İmam Mirza əleyhissalamın hərəminə daxil olandan sonra mehriban bir şəxs görmədiyin, belə deyək, hiss elədiyin mehribançılıq səni öz ağışına alır və heç bir zəvvar hələ indiyə qədər deməyib ki, İmam Mirza əleyhissalamın hərəmində mən darıxıram. İmam Mirza əleyhissalamın hərəmində özünü öz doğma yerində, öz doğma evində hiss edirsən. Çünki bura Rauf və Mehriban İmamın evidir. Allah təbarək və təala hər birimizi İmam Mirza əleyhissalamdan dünya və axirət xeyir salmasın. İmam Mirza əleyhissalamın hərəminə ən yaxın qəbirlərdən biri böyük alim Şeyx Bəhainin müqəddəs mübarək qəbridir. Şeyx Bəhai çox böyük alimlərdən biri olduğu kimi, həmçinin İmam Mirza əleyhissalamın hərəminin memarlarındandır. İmam Mirza əleyhissalamın qədim hərəminin bir çox hissələrinin tikintisində yaxından iştirak edib. İmam Mirza əleyhissalamın həyətlərinin birində günəş saatı var ki, günəş saatı da Şeyx Bəhaiyə aiddir. Həmçinin rivayət edirlər ki,
Şeyx Bəhai İmam Rza əleyhissalamın əsas qapısını hərəmə yerləşdirən zaman öz tələbəsinə bir dua yazır verir ki, bu duanı qapının üstünə yerləşdirərsən, günahkarlar hərəmə daxil olan zaman üzləri qızarsın. Şeyx Bəhai bu duanı tələbəsinə verib gedəndən sonra bir neçə gündən sonra qayıdır və tələbəsindən soruşur ki, o duanı yerləşdirdin yoxsa yox? Tələbə deyir ki, yerləşdirmədim. Şeyx Bəhai bu səbəbi soruşanda deyir ki, İmam Rza əleyhissalam 3 gündür yuxuma gəlir və eyni sözü mənə deyir. Deyir ki, şeyxə deyərsən ki, o duanı öz qapısına yerləşdirsin. Mənim qapım hər kəsin üzünə açıqdır, həmçinin günahkarların üzünə açıqdır. Əgər o dua qapının üstünə yerləşsəydi, onda bizim kimi günahkarlar hərəmə daxil olan zaman üzümüz qızarardı və başqalarının yanında utanardıq. Ona görə İmam Rza əleyhissalam yuxuya qədərək bildirir ki, o duanı bizim hərəmin qapısına yerləşdirmə, bizim hərəmimiz bütün günahkarların üzünə açıqdır. Bütün möminlərin üzünə açıqdır və günahkarlar da gəlirlər bura, tövbə edirlər, Allahdan imama xatir bağışlanmaq istəyirlər. Şeyx Bəhainin iftiraları, belə deyək, işləyib, adla olan bir çox yerlər var ki, onlardan da ən çoxu İsfahan şəhərində yerləşir. İsfahan şəhərində dünyanın möcüzələrindən adlanan şamla qızan hamam Şeyx Bəhainin, belə deyək, girdiyi hamamdır. Siyosepol deyirlər, 33 körpü Şeyx Bəhai tikdirib. Ondan sonra tərpənən minarələr, bir çox, belə deyək, saydıqca tutarmayan tikintilər var ki, hamısı bu şeyxin ixtirasıdır və şeyxin tikdirdiyi yerlərdir. Allah şeyxə rəhmət eləsin, məqamını inşallah uta eləsin. Sonra İmam Rza əleyhissalamın hərəmində nəzir tütü kimi bir yer tikib nəzirət yazılır. İmam Rza əleyhissalamın hərəmində nəzir yeridir. Keçirsən, əgər qəlbindən bir şey keçirsə, İmam Rza əleyhissalamın hərəminə dəstək kimi öz nəziri verirsən və kiçik bir xatirə verirlər, həm də hərəmin qızıl sənə verirlər ki, bu qızla, belə deyək, onlarla insan faydalana bilər. Yəni, aparıb evdə bir nəfər oraya pişirdirər və ailəsi İmam Rza əleyhissalamın qızından dadar. Allah təbarək və təala bizim də ziyarətlərimizi və nəzirlərimizi qəbul etsin. Və nəhayət gəldik İmam Rza əleyhissalamın qəbri şərifinə yetişdik. Hər iki tərəfdən İmam Rza əleyhissalamın qəbrini keçib ziyarət eləmək olar. Kiçik qapıdan keçib növbə ilə bir imkan yaradıblar ki, növbə gözləyirsən, biraz səbir tələb edir, amma bir-bir də olsa, az müddət də olsa İmam Rza əleyhissalamın hərəminə yaxından toxuna bilirsən. Biz də həmən növbədən istifadə elədik, getdik İmam Rza əleyhissalamın hərəminə toxunduq və İmam Rza əleyhissalamı ziyarət elədik. Allah təbarək və təala Qur'an-ı Kərimdə buyurur ki, mənə yaxınlaşmaqdan ötürü vasitə axtarın, vasitə qərar verin. Bu vasitələr həm namazdır, həm oruçdur, həm duadır, həm də Allahın sevdiyi məsumlardır. Biz də İmam Rza əleyhissalamın xatir Allahdan bütün dualarımızı qəbulunu istəyirik. Allah İmam Rza əleyhissalama xatir din-i İslam'a qüvvət versin, cəmi xəstələrə şəfa versin, şəhidlərimizin məqamını uca eləsin, gələn günlərimizi, keçən günlərimizdən xeyirli və bərəkətli eləsin. Allah bu mübarək imamın qəbrini bütün arzu edənlərə nəsib eləsin. کبوترم هوایی شدم ببین عجب گدایی شدم دعای مادرم بوده که منم امام رضایی شدم کبوترم هوایی شدم ببین عجب گدایی شدم دعای مادرم بوده که منم امام رضایی شدم پنجره فولاد تو دوای هرچی درده کسی ندیدم اینجا که نامید برگرده پنجره فولاد تو دوای هرچی درده کسی ندیدم اینجا که نامید برگرده